keçən mövzu haqqında danışmaq istirdim. Umarım ki, faydalı və verimli olur. Millətimizlə fikirlərimizi paylaşarıq. Onlardan da feedback alıb, onların da cavablarını, onların da yorumlarını görərək. Bizə də yeni fikirlər lazımdır. Millətimizdən hər zaman ilgi irtibatımız olması lazımdır. Biz onlarla, onlar bizlərlə bərabər çıxdığımız bu yolda bir verimli işlər görürük. Ərz olsun ki, bildiyiniz kimi bölgəmizdə olan olaylar və hadisələrin hızı çox yuxarıdır. Yəni, dünyanın hər yerində baş verən beləncə bir olay bəlkə aylar, bəzən illər üstündə danışılar, tartışılar, müxalif nəzərlərin verənlər və nəhayətdə bir sonuca vara bilərlər. Amma bizdə göründüyü kimi bizim bölgəmiz, orada olan İran adlanan ölkə və civarında olan qonşularında bu olayların hızı o qədər yuxarıdır ki, birisini doğru düzgün danışmadan, təhlil eləmədən, analiz eləmədən bir başqa olay çıxır və daha öncəki olaylar unutulur. Qısa bir müddət içərisində olan olaylara baxdığımızda görürük, nəzərdə tutalım, keçən bir ay yarım içərisində İranda bir sıra etirazlar, olaylar olur, insanlar sokaklara çıxır, meydanlara çıxır, şəhərlərdə etirazlar başlayır və xəbər ajansların verdiyi, yəni dünyalıq insan haqları çərçivəsində çalışan ajanslar və quruluşların verdikləri amara görə İranda yaxlaşıq 1500 nəfər insan canını itirir, minlərcə insan tutulur və habelə minlərcə insan da yaralanır. O insanlar nədən meydanlara çıxırlar? İranda olan yanlış siyasətlərə qarşı millətin sofrasının boşalması, iqtisadi durumun günbəgün gərgin və geriləməsi, insanların sofrasının boşalması, cavanların işsizliyi, ailələrin pozulması və baxırıq, görürük ki, o etirazlar olur, hakimiyyət bundan çox şiddətlə bərxurd edir, insanları qətlə yetirir və dünyada bu olaylar bir səslər salır. Amma o olaylar bitər-bitməz başqa bir hadisələr üz verir. Görürük ki, geçən ayda gördük, Qasım Süleymanını Əraqdan vururlar, Qasım Süleymanı ölür və həman millət ki, daha öncə, yəni neçə gün, bəlkə həftəsi aşmadan etiraz edirlər hakimiyyətin siyasətlərinə, hakimiyyətin yanlış, millətə zərər verən siyasətlərinə ki, etiraz edirlər və biz bu etirazları son illərdə çox dəyişdirmişik. Millət hər etirazında, bunu olsun sinfi etirazlar, kargəri, müəllimlər, öyrəncilər, görürük ki, insanlar bağırırlar ki, bizim Qəzzədə, Lübnanda, bilməm, Suriyədə, Əraqda nə işimiz var, başqa ölkələrdə nə işimiz var, millətin parası oralarda nədən xərclənir, millətin öz parası, öz yeraltı, yerüstü qaynaqlarının paraları nədən o ölkələrdə o insanları aradan aparmaq, o ölkələri qarışdırmaq üçün xərclənir. Amma həmən Qasım Süleymanı olayında görürük ki, həman etiraz edən millət çıxır Qasım Süleymanının öldüyündən sonra şəhərlərdə meydanlara gəlirlər və bir qəhrəman kimi o adamı təqdir edirlər, bir qəhrəman kimi başlarına qaldırırlar, dəstəkləyirlər, düşmanları pisləyirlər, düşmanlara qarşı sloganlar atırlar və həman millət ki, deyir bizim Suriyədə nə işimiz var, Əraqda nə işimiz var, o işin faili olan Qasım Süleymanı, yəni İranın sipahi qoçusu var, bilirsiniz, mən
bu olaylara biraz fərqli baxacağam. Çünki az-çox bu məsələlər danışıldı, fərqli ağızlardan eşitdik, fərqli televizyon verilişlərindən, yazılarda gördüm. Biraz fərqli baxmaq istəyirəm. Qasım Süleymanı var, Sipahi Qods var və bu Sipah bildiyimiz qonşularda İranın uzanan əlidir. Oraları qatışdırır, qarışdırır, insanları bir-birinin canına salır. O millətin paralarını yurdun dışında, o ölkələrdə xərcləməyə başlayır və insanlar buna etiraz edir. Amma o əməlin faili olan Qasım Süleymanı öldüyündə həmin bu millət bu adamı bir qəhrəman kimi alqışlayır. Demək istədiyim nə? Dünyanı yönətənlər, dünyaya malik olanlar, dünyada insan kimi yaşayan millətlər ağılla, məntiqlə, fikirlə, eyləmlər sürürlər, dünyanı yönetildirlər. Və bu bizim millətdə maalesef görürük ki, tək bizim millət dediyimdə Güney Azərbaycan milləti deyil, bəlkə İran coğrafiyasında olan başqa millətlərdə də bunu görürük. Hakimiyyət çox rahatcasına bu milləti aldanır, bu milləti oyuna gətirir, bu milləti istədiyi kimi yönəltir. Millət nə qədər mütəriz olsa da bir gün, yəni bir məsələyə mütəriz olan milləti elə yönəldir ki, bir başqası gün həmin millət o məsələyə dəstək durur. Qasım Süleymanı olayı olur, milyonlarca insan xiyabanlara gəlir, Şirmanda olan hadisələri də bilirik, 100 civarında insan ədəm-i müdiriyyətdən dolayı orada canını itirir və həmən bir günün içərisində başqa bir olay olur. Ukrayna hava firmasını bilirik hamımız, yaxlaşıq 170 kişi də orada canını itirir. Yenə də sui müdiriyyət, məmləkəti doğru düzgün yönətməmək bir başqa hadisəyə nədən olur və bir sıra suçsuz, günahsız başqa insanlar da canlarını itirirlər. Görürük ki, bir gün içində Qasım Süleymanını dəstəkləyən millət, bir qəhrəman kimi rejimin oyununa gələn bir millət, bir gün üstündən geçmədən yenə də dönürlər həman hakimiyyətə qarşı. Yəni bunu demək istəyirəm ki, millətlər daha ayıq olmaları lazım. Millətlərin oyanmalarının əhəmiyyəti o qədər yuxarıdır ki, bugün dünyaya baxdığımızda dünya ağıllı və daha öncə dediyim kimi ağıllı millətlərin, məntiqli, dərayətli millətlərin kontrolu altındadır. Bizim millət maalesef və İran coğrafiyasında yaşayan bu millətlər də çox rahatcasına oyuna gəlirlər. Hafizə-i tarixləri çox zəifdir, məsələləri analiz edə bilmirlər, təhlil edə bilmirlər və bunun da faydasını kim görür? Orada olan qəddar, zalim bir molla, din tüccarı rejim bunu yaxçı kullanır, insanları oyuna gətirir və istədiyi kimi də hökmünü və hökumətini sürməkdədir. İnsanların 21-ci yüzyılda dünya amarlarına baxdığımızda, dünya teknolojisinə, dünya üniversitələrinə, dünyada gedən gedişata baxdığımızda bizim çox, yəni aramızda çox fasilə var və bu fasiləni belə nəzərə gəlir ki, qapatmaq və o yuxarıda gedən amarlara yaxın olmaq bizdən çox fasiləlidir və çox zaman istəyir ki, biz bu gəp və fasiləni doldura bilək və bu da olmaz məgər bu ki, millətin hamısı bu işdə əllərini daşın altında qoyub bu böyük yükü daşımaqda bir araya gəlib və yardımcı olurlar. Bizim əgər bugün İran hakimiyyəti ilə müşkülümüz və sorunumuz var. Bu bizim
bir sıra milli və siyasi aktivistlərin meydanda olması ilə həll olunmayacaq. Millətimizin hamısı bir yerə gəlməsi lazım. Ehsasi məsuliyyət eləmələri lazım, oyanmaları lazım və birlikdə və bircə hərəkət etmələri lazımdır. Yabancıları gözləmək, onların gəlib bizə bir iş görmələrini bəkləmək, bu heç də bizim millətin yararına olmayacaq və nəticədə verməyəcək. Biz əgər yabancıların umuduna qalsaq, əmin olun ki, durumumuz bundan daha da kötü olacaq. Bu günlərimiz bəlkə bir zamanlar həsrət çəkdiyimiz, yəni millətimiz bu günlərinə belə həsrət qalır. Buna şahid olaraq biz gözümüzün önündə Suriyanı görürük. Yaxlaşıq 10 ildir orada olaylar başlayıb, hadisələr üz verir. Millət ilk öncə ortaya çıxır, hakimiyyət ondan qarşı-qarşıya gəlir və bölünmələr başlayır. Yəni insanlar müştərək düşmənlərinin qarşısı durmaq yerinə bir-birinin canına düşürlər, bölünmələr olur, fərqli cəbhələr yaranır və görürük ki, Suriya bugün yerinə bir olub, o məmləkətdən bir daha, yəni bugün sülh olsa belə, bəlkə 50 illər çəkər ki, o məmləkət eski haline dönə. Və bu bizdə də ola bilər. Biz əgər fikir edirik ki, bu hadisələr bizim qonşularda olacaq və bizdə olmayacaq, bu tümüylə yanlışdır. Bunu millətimiz bilməsi lazımdır. Millətimizin meydana gəlməsi lazımdır. Millətimiz bizə ulaşırlar fərqli media malzəmələri ilə, bilməm, Instagram olsun, Telegram olsun, Facebook olsun, WhatsApp olsun və bizdən yol istəyirlər. Yəni biz yol göstərək. Əmin olun ki, çıxış və həll yeri millətin öz içindədir. Millət, hər tək millət özü-özünə oturub düşünməsi lazımdır. İnsanlarımız bunu düşünmələri lazımdır ki, bu işi necə birlikdə həll edə bilərik. Yəni oturub yabancı qüvvələri gözləməklə olmaz. Mən, yoldaşlarım, təşkilatımızda olan insanlar, zəhmət çəkənlər, başqa təşkilatlar əmin olun ki, bizlər o böyüklükdə məsələni çözə bilməyəcəyik. 1357 inqilabını bilirsiniz, o zaman bir hadisələr oldu, insanlar etirazlar elədi. 40 il öncə ilə indiri müqayisə etdiyimizdə görürük ki, o zamanlar bəlli bir təşkilatlar var idi, bəlli bir hərəkətlər, ideolojilər, fikirlər, partilər var idi və insanları qruplaşma və təşkilatlandırırdılar və insanlar da onlara səs verirdilər, zəhmət çəkirdilər. İndi fikirlərinin doğru, yanlışlarına işimiz yoxdur. Bunu demək istəyirəm ki, 40 il öncə o millət bilirdi nəyi istəmir. O millət bilirdi ki, şah hakimiyyətini istəmir, bir yerdə meydana gəldi, siyasi qruplarını dəstəklədilər və o hakimiyyətini, şah hakimiyyətini dışladılar. Doğrudur, o millət bilmirdi nəyi istəyir. Nəyin istəmədiyini bilirdi, amma nəyin istədiyini bilmirdi. İndi 40 il öncə ilə müqayisədə görürük ki, həman millət elə bir duruma gəlib çatıb ki, nəyin istəmədiyini belə bilmir. Yəni, dediyim kimi, bir həftənin içində millət həm şüar verir, bizim Suriyada nə işimiz var, həman həftənin içində Suriyanı qarışdıran millətin paralarını orada xərcləyənə qəhrəman edir, bir gün sonrası yenə də ona qarşı durur. Yəni, millət o duruma gəlib çatıb ki, 40 ildən sonra 21-ci yüzyılda insanlar gedib göyü kəşf edirlər, bizim millət hələ nəyin istəmədiyini bilmirlər. Bu yüzden də ki, bir araya gələ bilmirlər. Hamı da gözlür, ilgimiz, irtibatımız var, fərqli adamlarla danışırıq, görürük ki, yəni bu hiss olunur ki, hamı gözlür, bir başqası gəlib insanları qurtarsın. İşarə elədim, 1357-ci ilə Xomeyni var, başqa təşkilatlar da var və
Yadıma gəlir, Rəfsəncaninin qardaşının bir xatirələri var idi. O zaman Amerikadaymış. Ailə də zəngin bir ailə. Və yazır ki, çəmədanla paraları toplurmuş. Fransaya, Xomeyni'nin yanına gedirmiş, paraları ona təslim edilmiş və o və dostları bildikləri işlərini görürdülər. İçəriyə bilməm səslər, o zaman kasetlər, bilməm yazılı kağızlarda paylaşımlar və qruplaşmalar olur. Amma indi görürük ki, həman millət beləncə işlər, yəni beləncə işlərdə yardımcı olmur. Tanıdığımız, bildiyimiz adamlar hamımızın çevrəsində var, görürük. Bir evi var, ona yetinmir. İstəyir ikinci evi də ala. Bir maşını var, istəyir ikincisini də ala. Yəni, bu millət vətənini, torpağını, öz evlatlarını, gələcəyini düşünmədən sadəcə insanlarımız şəxsi çıxarlarını, şəxsi yararlarını fikirləşirlər. Həman insanlar əllərində olan mal varlıqları şəxsi həyatlarına və şəxsi yaşamlarını xərcləyirlər. Görürük ki, bəlkə indi onlar ailə var. Onların içində ailə sorumluları bu millət üçün zəhmət çəkiblər, tutulublar, işgəncə görüblər, zindanlandılar və bizim millət baxırıq, görürük ki, o ailələrə yetərincə yardım eləmir, gedib baş çəkmir. Onların həyat sorunları nədir, onlarla ilgilənən yoxdur. Şəhidlərimiz var, şəhid ailələrimiz var. Görürük ki, bu millət üçün qanlarını fəda edənlərin ailələri belə qalmış və bunu deməkdən qəsdim nədir? Millətin hamısı meydana gəlməlidir, qollarını çırmalanmalıdır. İnsanlar bizimlə təmasa geçirlər ki, nədən televizyon açmırsınız? Nədən sizin televizyonunuz yoxdur? Baxın, əziz dostlar, biz bunu çox istəmişik, danışsa getmişik, televizyon açmaq istəmişik. Bilirsiniz, televizyonun həzinələri çox yüksək bir həzinələrdir. Bəlkə ildə milyon dolar həzinələr olar və bu həzinələri ya gərək yabancı dövlətlərdən, hakimiyyətlərdən, ölkələrdən istəyək və ya öz millətimiz təmin etməlidir. Yabancı bir hakimiyyətə və dövlətə tərəf getsən, sən o hakimiyyətin qulu olmalısan. Çünki sən zəif durumdasan və o sənə o paranı insanın sevərliyi üçün eləməz. Görürük, yüzlərcə televizyon var. Yüzlərcə İran coğrafiyasına yayınlanan yurt dışından televizyonlar var. Amma maalesef mən bunu deyə bilərəm ki, o televizyonlarda xərclənən paraların hamısı hədərə gedib. Bəlkə 20 ildən çoxdur mahvara sistemi var, ondan öncə daha çox radiolardı, sonra televizyonlar mahvara üzərindən uydudan yayınlanan televizyonlar oldu. Sanki opozisyondular, sanki gəliblər bir milləti qurtarırlar, amma zamanı gəldiyində görürük ki, həman bağlı və yabancıların umuduna olan və yabancıların qapısına gedən televizyonlar millətlərinin nəfinə və mənfəətinə deyil, bəlkə başqa dövlətlərin mənfəəti uğrunda çalışırlar. O dövlətlər çox rahatcasına eləyə bilirlər İran İslam Cumhuriyyəti hakimləri ilə müamiləyə keçələr və orada ki, öz mənfəətləri təmin oldu, çox rahatcasına o milləti satalar. Qəsdim budur ki, bizə müraciət edən insanlarımız, millətimiz, bizi görənlər, izləyənlər, tanıyanlar. Bu verilişlər bilirsiniz, Instagramdan, Telegramdan, YouTube'dan, Facebook'dan fərqli yayınlanmaqdadır, fərqli kanallarda və insanlarımızın bizi görənlər, inananlardan istəyimiz budur ki, oturub düşünsünlər. Əcəba yabancılarla bir iş görə bilərikmi, görə bilmərik? Əcəba
mövcud olan təşkilatları biz dəstəkləməsək, o təşkilatların əlindən nə işlər gəlir? Yəni ağılla, məntiqlə bunu düşünməmiz lazımdır ki, bir milli işdə bir böyük dəyişim istəyirsən ki, yaradasan, əcəba hər bir şəxs öz vəzifəsini yerinə yetiribmi, yetirməyibmi? Bunu insanlarımız bilməlidirlər ki, böyük dəyişimlər istəsələr, böyük addımlar atmaları lazımdır. Bir çox insanımız bərabər bir yerə gəlmələri lazımdır. Bir çox insanlarımız biraz şəxsi həyatlarından çıxmalı və milli və gələcəyi, torpağı düşünmələri lazım. Keçmiş tariximizə baxaraq, indiki həyatımız və gələcəyimiz. Gələcək dediyimiz bizim öz evlatlarımızdır. Əgər bugün zəhmət çəkmirik, əgər bugün paraları özümüz üçün istəyirik, əmin olun ki, məmləkət dağılanda baxmayacaqlar ki, kimin parası çoxdur, kiminki azdır. Parası çox olan, evi çox olan, binası çox olan, əmin olun ki, qaybı da çox olacaq. Havadan muşəhlər yağdığında baxmayacaq ki, bu kasıbın evidir, yoxsa pullunundur. Baxmayacaq ki, bu şəxsin binası neçə qatlıdır və zərər və ziyan malı çox olana da daha da çox gələcək. Umarım ki, insanlarımız daha məsələlərə biraz məntiqlə yanaşalar, ona buna gözləmədən hər kəs öz sorumluluğunu yerinə yetirə, əlindən gəldiyi qədər. Yerlər çoxdur, yəni misal vurdum, bugün zindanda qalan aktivistlərimizin gözü yolda qalmamalı, onların ailələrinin gözü yolda qalmamalı. Təşkilatlarımızda insanlar lazım, yəni insanlarımız öz aralarında qruplaşmaları lazım, başqasını gözləməmək lazım. Hər kəsin dostu var, qardaşı var, dayısı var, dayıoğlusu var, əmisi var, xalaoğlusu var, qonşusu var. Üçlü, beşli, onlu təşkilatlarını, qruplaşmalarını yaratmaları lazımdır ki, günü gəldiyində, vaxtı yetirdiyində birləşib sel olur və böyük çevriliş zamanı, böyük dəyişim zamanı bəlkə eləyə bilək öz haqlarımızı az zərərlə əl tapaq. Bizim insanlarımız, biz danışdığımız insanlar, içəridə, dışarıda, ilgidə, irtibatda olduğumuz heç kəs qan istəmir. Biz də bunu kəsinliklə və mütləqa istəmirik. Amma buna hazır olmasaq, maalesef gördüyümüz kimi İraq da ola bilərik, Əfqanistan da ola bilərik, Yəmən də ola bilərik, Suriyə də ola bilərik, bilməm Filistin'də, Lübnan da ola bilərik. Yəni, bugün sülh içində, əgər bugün hələ nəhai savaş başlamayıb, havadan bombalar yağmırsa, millətimiz bölgünü qabağına qoyması lazım, zəhmətini bilməsi lazım, necə iş görməsi lazım, fiziki olaraq insanlarımız necə bir araya gələ bilər, maddi olaraq insanlarımız necə yardım edə bilər, mənəvi olaraq insanlarımız necə yarada bilər. Bizim mübarizəmiz bir yönlü bir mübarizə deyil. Yəni bizim üçün yazı yazan da bir mübarizdir, şair də mübarizdir, tarixçi də mübarizdir, iqtisadçı da, hüquqçu da, siyasətçi də, sosiologu da, hamı, yəni hamı tamam sahələrdə hamı ortaya gəlməli, meydana gəlməli və birlikdə hərənin əlindən gəldiyi qədər işlərini görməsi lazım. Olayların dalısına baxırıq, görürük ki, İranla Amerika arasında olan münaqişələr davam edir, təhrirlər çoxalır, çoxalmaqdadır. İranın içərisinə baxırıq. Hər gün yeni oğrular ortaya çıxır, milyon dolarların necə yurt dışında transfer edilmələri ortaya çıxır.
bunlar hamısı göz önündədir. Bizim millətimiz də sosial medialar vasitəsilə hamı bunu görür. Amma eyləm zamanı, əməl zamanı insanlarımız buna doğru düzgün tepki ortaya qoya bilmir. Bizim buna hazırlığımız yox. Yəni bizə müraciət edib bizdən şüar bəlirləmə, bilməm gün təyin eləmə, meydanlara çıxma istəməyə müraciət edənlərə sözüm budur ki, millətimizin hamısı hazır olmasa biz bu savaşın uduzan olacağıq. Hər bir uduzduğumuz olay və hadisədə 30 illər, 40 illər millətimiz dala düşür. Ən son 100 il bundan öncə qanuni və tarixi imperatorluğumuzu itirdikdən sonra məşrutə inqilabı başlayır ki, bir orada Qacar sülaləsi var, orada bir dəyişimlər yapar. Maalesef oyunu itirir. Sərdarlarımızın, cəngavərlərimizin silahları əllərindən alınır, Tehranda qətl olunurlar, xiyabanını görürük, pişəvərini görürük, şəriət mədarını görürük və hər bir olayda biz uduzduğumuzda 30 il, 40 il bu millətin sərmayələri heçə gedir, yenə də sıfırdan başlama məcburiyyətində qalırıq. Bugünkü gündə direkt savaş olmadığı halda millətimiz oyanmalı, meydana gəlmələri lazımdır ki, zamanı gəldiyində bir daha uduzmuyor. Olayların işarə edirəm. Son günlərdə bilirsiniz, yenə də faşist bir hakimiyyətin yaratdığı ortam görürük. Məmləkətin paytaxtında, Tehranda türklərə qarşı necə həqarətlər olur, bir millətə necə tohin və təhqir dolu şüarlar verilir, videolar çıxır orada. Bu bir dənə hakimiyyətin, bir dənə toplumun və o hakimiyyətin o toplumda olduğu, yürütdüyü siyasət nəticəsindədir ki, minlərcə insan başqa bir millətə və etnikə tohin edirlər, təhqir edirlər. Düzdür, ola bilər bunu hakimiyyət qısa müddətli olaraq gündəmi dəyişsin, bilməm Qasım Süleymanın gündəmini dəyişsin, Ukrayna uçağının gündəmini dəyişsin deyə beləncə işləri də görə bilər. Traktor məsələsini bəhanə edib Türk millətinə tohin dolu təhqirlər Tehranda olan Fars millətinin tərəfi ilə yağdırsın, bəlkə millətləri çaşdırsın, millətləri bir-birinin qarşısına qoysun. Buna da ayıq olmamız lazımdır. Elə bunun da sorumlusu o başda olan dinçi və din tüccarları və ayətullahların hakimiyyətidir ki, beləncə bir fəzanı yaradıblar, dəstəkləyirlər və bundan da sui-istifadə edirlər. Ta öz hakimiyyətlərini neçə günlər, aylar, bəlkə illərdə uzatsınlar. Bizim millətimiz buna ayıqlıqla baxması lazım, hakimiyyətin oyunlarını pozması lazım. Biz əgər bugün buna hazır olsaq, əmin olun ki, heç bir hakimiyyət özünə cəsarət verməz ki, bizim milləti oyuna çəksin, başqa bir millətin əli ilə təhqir eləsin. Olaylar belədir, əziz dinləyicilər. Çalışdım ki, danışıqlarımı bəlkə yarım saat içərisində bitirəm, sizi çox yormadan. Danışıqlar bəlkə biraz çox başlıqlı oldu, çox dərinliyinə getmədik, neçə mövzu oldu, amma gələnki verilişlərimizdə mən və başqa dostlarım bu məsələləri daha artıq analiz edəcəyik. Sizdən də hər zamanki kimi bizə ulaşa bildiyiniz vəsilələrlə ulaşmanızı istəyirik. İrtibata geçin, fikirlərinizi deyin. Biz sizdən yardım istəyirik. Biz millətimizdən kəsinliklə yardım istəyirik və millətimizdən bunu istəyirik ki, millətimiz milli məsələlərimizdə bizi yalnız qoymasınlar, bizi yalnız buraxmasınlar. Əmin olun ki, bu işin çözümü yalnız bizimlə olmayacaq. Güney Azərbaycan təşkilatları yalnızdılar. Önümüzdə, qarşımızda duran hakimiyyət güclüdür.
o məmləkətin yeraltı və yerüstü zənginliklərini, paralarını istifadə edib bizim qarşımızda durub, çox niruları vardır, sipahı var, bəsici var, ittilatı var, hərasət niruları var və biz onlarla mübarizədə yetərsiz qalırıq. Demək istədiyim bu ki, çox saf, sadə, xalisanə bunu deyirəm. Millətimizi gerçəkləri deməmiz lazımdır. Millətimiz nə yabancılara umut bağlasınlar və millətimiz də təşkilatlarımıza da tam umutları olmasın ki, yalnız qabaqda bir neçə təşkilatlar var və bunlar işə həll edəcək. Əmin olun, hamımız bir araya gəlməsək, sevdiyiniz təşkilatlara gedin, yardım eləyin. İşarə elədiyim təkin, fərqli mövzularda bizim yardıma ehtiyacımız var. Hər sahədə. Yetər ki, millətimiz uyanıq olsun, yetər ki, millətimiz qollarını çırmalasın, yetər ki, millətimiz yalnız şəxsi mənafelər deyil, bəlkə milli mənafelərini düşünsünlər və bunu bilsinlər ki, biz birlikdə güclü olacağıq, bizim gələcəyimiz bugünkü birliyimizə bağlıdır, bizim gələcəyimiz bugünkü millətimizin zəhmətinə bağlıdır, bizim gələcəyimiz bugünkü oyanıq millətə bağlıdır. Əmin olun, millət uyanırsa, dünya bir araya gəlsə bizi şikəst verə bilməyəcək, amma ayrı-ayrı olsaq, hər kəs tək özünü, tək öz ailəsini düşünsə, elə o sınırlarımızda yerləşdirdikləri o terörist qruplar belə gəlib bizim şəhərlərimizi tarumar edib aradan aparacaqlar. Bir daha 50 milyon xəbər ajansının əməkdaşlarına təşəkkür edirəm mənə yaratdıqları bu fürsət üçün. Hamınızı Allah'a tapşırıram, gələn görüşlərin umudu ilə sağ və səlamət qalın. Təbrizim, qəhrəmanlar oylağı şərqə sultan Təbrizim, Ərkibin qartal başında qar yağıb üstünə, düşmənin çox gülləsi göksündə ünhal Təbrizim. Şəmsə buradan Tanrı yol vermiş düşüncə şəhrinə, Şəhriyarlar təbyin etmiş səndə divan Təbrizim, beylərin başkəndi sənsən, xanların son mənzili, gör nə sultanlar olub süfrəndə mehman Təbrizim, Təbrizim. Daşlara qazmış sənin şanlı adın Orxun babam, dağların göksündə nəqş etmiş səni Tomruz anam. Bir qarış səndən inan, pay vermərəm düşmənlərə, harda olsa məskənim dünyaya buradan sultana. Sən Azərbaycanı, o sənə canım, sən də hər ləhzə qürurlu, sən də
Salamlar və sayğılar dəyərli izləyicilər və dinləyicilər. Hər vaxtınız xeyir olsun. Bir daha sizi xoş gördük bu canlı yayın vasitəsilə. Birinci bölüm Sayın Doktor Ərza Əbdullahi bəy söhbət etdilər. Cama gələn Quru Başkanı. Təşəkkür edirik bizə vaxt ayırdığı üçün və bizimlə zamanını paylaşdığın üçün. Çalışacaq ki, proqramımızın ikinci bölümündə keçən həftə bazar günü ya cümə günü özəlliklə traktor oyununda, Tehranda olan hadisələri sizinlə söhbət edəcək və bu vasitələ də Sayın Sabir bəy Zamani bizimlə olacaqlar. Sayın Sabir bəy, sizə də xoş gördük. Salam arz edirəm sizin xidmətinizə və bütün dəyərli izləyicilərimizin xidmətlərinə. Buyurun, xidmətinizdə varam. Sağ olun. Çox bizə sizə təşəkkür edirik ki, bizə vaxt ayırdığınız üçün. Buradan başlayaq ki, keçən həftə cümə günü demək olar ki, Tehranda hər nə qədər də bir traktor tərəfdarlarının olduğu bir hadisə, yəni demək olar ki, Tehran və Azərbaycan traktor timi ilə Tehranın Persepolis timinin qarşısında olan bir futbol müsabiqəsində ilk başda demək olar ki, belə qərara gəlir ki, traktor baxmayaraq ki, bir neçə gün öncə bəlkə Türkiyədə baş verdiyi bir hadisədən dolayı, zəlzələdən dolayı və traktor tərəfdarı həmən oraya mesaj göndərir. Yəni o insani açıdan, insani zaviyyəsindən mesajını göndərir və aynı zamanda traktor tərəfdarları Tehranda olduğu üçün, bu maçın Tehranda olduğu üçün aynı gündə Azərbaycanın milli qəhrəmanlarından birini sayılan, Azərbaycan müasir tarixinin qəhrəmanlarından birini sayılan Səttarxan məzarı üstündə huzurlar olur və oranı bir ziyarət edirlər və maçdan öncə. İstərseniz o traktorun tərəfdarlarının oraya getməsi və orada huzurlarının olmasından bir video var. Onu ilk öncə izləyək bərabər, sonra sizinlə bərabər. Oyan Səttarxan, oyan. Oyan xan. Nə yatıbsan, sərdarsız ey, oyan Səttarxan. Bugün nə yatmaq günü? Bugün nə uyumaq günü? Amanın bir günüdür, başsız ey, baş götür yuxudan oyan Səttarxan. Bugün nə susmaq günü? Bugün nə usmaq günü? Qarabağ çağırır səni, savaş günüdür, baş götür daşdan oyan Səttarxan. Aldığın azadlığımız, danışdığın dilimiz, eski kimliyimiz danılıb gedir əldən ey, oyan Səttarxan. Yasaqlıq yarasaları başımızda, özgə sözlüklər qulaqlarımızda, yabancı dil dodaqlarımızda, ürəyimizin acınmış yarası oyan Səttarxan. Al paltarlarını gey, ağ kəfənini soy, qızıl buğlarını qor, papağını başına qoy. Daraqlı fişəngini bağla, ateşli tüfəngini götür, təkmələrini ayaqlarına çək, oyan Səttarxan. Sirdaşlarını ey, döyüşdaşlarını, inan, dözümlü yoldaşlarını, yatma qızıl başlarını ey, oyan Səttarxan. 105 ildir bu qara qürbətdə yatıbsan. Səsləyir səni ana toprağını Azərbaycan, can, qan, oyan Səttarxan. Ya Təbriz səni bağrına basacaq balam, ya Ərş qalasın Tehran. Durmasan Səttarxan, Təbrizi Tehrana gətirəcəyik. Səngərlərimizi baş kətdə quracaq. Şoğunizmi ilə elə burada vuruşacaq. Yəni, bu bəslədiyimiz şeytan pişiyi qulaqdan quyruğa otlayacaq və itib batan haqlarımızı, ayaqlanan haqlarımızı bütün İranda arayıb alacaq. Yerli yurtlu, elli obalı, ata babalı, özgür Türkük, biz bütün Tehranıq. Biz bütün İranıq, yəni İranın damarlarında axan qanıq, yəni Azərbaycanıq. Oyanmayırsansa Səttar, durmayırsansa xan, sən o sevdiyin anan, inamını bizə tapşır, ərdəmini bizə son, iyiliğini bizə bağışla və əmin ol, bizə bağışladığın şərəfi, bizə tapşırdığın inamı, bizə sonduğun həmiyyəti analarımızın əsaslarında and olsun, canlar, qanlar, qoruyarıq. Bəli, bərabər izlədik. Təbiətən hər zaman bu Azərbaycan millətinə və özəlliklə dünyada olan başqa türk millətlərinə aid olan insanlarına bu aydındır ki, traktor Azərbaycan üçün, özəlliklə Güney Azərbaycan üçün futboldan ötədir hər zaman və bu bunu göstərir. Ancaq bizim bu söhbətimizin
bugünkü söhbətimizin ana mahiyyəti Tehranda Azərbaycan millətinə, türklərə, Azərbaycan türk millətinə olan bir hadisədir ki, bu həm sosial mediada və həm traktor tərəfdarlarının böyük bir tepkisini, böyük bir etirazını nədən oldu. Bunu söhbət edəcək sizinlə. Sayın Sabir bəy, siz buyurun olayın açıqlamasından ki, Tehranda nələr baş verdi və sonra həm özəlliklə biz Twitter'i bugün söhbət edəcəyik və Twitter'də vurulan hashtaglərdən. Buyurun. Siz buyurduğunuz kimin traktor deyəndə təkcə bir futbol takımı deyil. Bunu şayət demək olar ki, dünyada bir özəl, bir tək bir takımdır ki, gedəndə stadionlar tərəfdarları qadınların haqqında, onların haqlarını savunuyorlar. Demək olar ki, təkcə takımdır ki, siyasi zindanlardan, siyasi məhbuslardan, xüsusən Azərbaycanlı siyasi fəal, mədəni fəallar haqqında şüar verirlər, etiraz edirlər. Öz ana dillərinin türkcə mədrəsə istəyirlər. Biz bu şüarlara baxanda görürük ki, heç vaxt traktoru bir kiçildib bir dənə sadəcə futbol takımı həddinə gətirə bilmərik. Biz İstəsək təhlil eləyək ki, nə cür oldu ki, bu tepkini göstərdilər Tehranda. Bu, demək olar ki, bir rişeyi bir məsələdir, bu köklü bir məsələdir. Özəlliklə bu Təbrizdə istiqlallanan traktor oyunundan sonra biraz da ortam daha da qarışdı. Niyə ki, traktor tərəfdarları göstərdi ki, təkcə İranda olan Azərbaycan, Güney Azərbaycanda olan türklərindən haqqını savunmur. Yəni bu təkcə Azərbaycanın takımı deyil, Azərbaycanın futbol timi deyil. Türkiyənin o Barış Pınar hərəkatında da dəstək verdi. Burada deprem oldu, zilzile oldu Türkiyədə, bilirsiniz bir neçə gün bundan öncə ki, onu da başsağlığı dedi Türkiyə millətinə və bunu göstərdi ki, bir siyasi, ictimai bir tim olub, bir pədidə olub özünə görə və dünyada da şayət bu cür bir futbol ya ayrı vərdişlərdə bir demək olar ki, bir tayı yoxdur, taysız bir dənə timə dönübdür və bu bahis olur ki, faşistlər, o rasistli düşüncələri olanlar buna məcbur qalıb tepki göstərdilər. Amma nə cür bunu eləyəcəklər? Başqa bir yolları yoxdur. Məcburdur ya gələ lazım məsələn polisi gələ qabağa ki eləyirlər. Bizim hər oyunda, stadyumda görürsünüz ki, neçə fəallarımızı tuturlar, neçə tamaşaçıları tuturlar, aparırlar. Bir tərəfdən də gəlirlər bərnamərizluq eləyib nicat pərəstanə, rasistli bir şuarlar verirlər ki, gəlib bizim bu və qol məruf bu siyasi ictimai hərəkətin önünə çıxıb qabağını alalar. O tərəfdən də baxanda Seda Sima olsun, başqa rasistli risanələr ki, əllərindədir, onları da hədd əksər istifadəsini eləyirlər ki, tam tərsinə bizi bir rasistli, bir nicat pərəstanə bir takım görsədələr. Aynıdır. Baxdığımız gündə təbiətən baxmır, sizin dediyiniz kimi o gün traktor tərəfdarı bir insani mesaj verir. Fərq edəməz, hər halda bir yerə bir zəlzələ olur, bir deprem olur və onlara da baş sağlığı verir və aynı zamanda indi dünyanın mütləxərə marağı və ilgisini qazanır bir çox Türkiyədə medianın. Və aynı zamanda biz neçə dəqiqələrlə, bəlkə saatlarla orada inkas sapır və videoda gördüyümüz üçün Türkiyənin həm dövlət xəbər ajansları, həm də başqa medialar bunun üzərinə gəlirlər. Ancaq o olayda Tehranda bir neçə demək olar ki, bir video var və biz istəmirik onu burada paylaşaq ki, türklərə və Azərbaycanlara qarşı onu bir heyvan simgəsinə çevrilərək bu hiqarət edici ifadələri işlədirlər.
Burada təbiətən həm sosial mediada başlanan, özəlliklə Twitter üzərindən başlanan bir demək olar ki, hərəkət başlanır ki, bunu bu nicat-pərəstanə olayı edə bilsinlər, dünyaya çatdırsınlar. Burada məsələ budur ki, təbii biz görürük hashtaglərdə olsun ki, FIFA-nı müxatəb alırlar, yəni İranın heç bir daxili orqanlarına, heç bir futbol federasyonuna olsun ya başqa bir medialar heç müxatəb almadan dünya mediasını və dünyada olan quruluşları müxatəb alırlar. Sizlər bilirəm ki, Twitteri yaxından təqib edirsiniz. Nələr gördünüz bu Twitter haqqında və ya hansı məsələlər çox bol oldu, bu hashtag nə qədər müvəffəq oldu, nə qədər uğur qazana bildi? Bəli, üzr ki, siz də buyurdunuz. Bizim tepkimiz bu rasisti hərəkətə, bu tohinlərə, bu təhqirlərə, ihanətlərə tam tərsinə çox mədəni bir fəaliyyət idi. Yəni biz gəlib onlara qarşılıq verib öcür hərəkət eləmədik, heç bir toplumu, heç bir milləti alçaqlatmadıq, təhqir eləmədik. Tam tərsinə gəlib yəni kamilən mədəni şəkildə bunlara cavab verdik. O da hala Twitter'də oldu, Instagram'da oldu. Biz gördüyünüz kimin Twitter'i mən yaxından təqib edirəm, onun haqqında danışa bilirik. Twitter'də bir neçə istəsək başlıqların deyək, sizin gördüyünüz kimin gəliblər, FIFA-nı müxatəb qərar veriblər. Bu çox önəmli bir məsələdir ki, açıqlamaq olar ki, nədən vaxt sənin bir vizarət vərzişin var, federasyonu futbolun var, başqa nəhadlər var. Nədən gəlib bir qolu məruf FIFA-nı müxatəb qərar vermirsən? Bu bir çox önəmli məsələdir. Ayrı tərəfdən bu hashtaglər ki vuruldu, FIFA bizim səsimizi eşit deyəndə, baxanda görürük ki, biz bir çox mühüm məsələ də buradaydı ki, başqa müxtəlif fikirlər var, başqa müxtəlif təşkilatlar var, hamısı bir araya gəldi. Yəni burada gəlib ixtilafların qoydular qırağa, tərssə o iştirakda eləyə bildilər ki, bir qolu məruf gəlirlər, yığışarlar bir yerə və onu bu hərəkəti qabağa apararlar. Bir neçə məsələlər var ki, Twitter'də biz gördük. Mən istəsəm bunlara baxaq. Məsələn, bu hashtag ki vuruldu. Bir hərəkətlərindən buydu ki, qolu məruf zədələrə təvəccüh oldu, başsağlığı deyildi. Aynı zamanda Türkiyədən də tepki bizə görsəndi. Yəni Türkiyədə bu hashtagin 4-dən biri təqribən Türkiyədə vurulmuş. Bu çox önəmli bir məsələdir. Yəni onlar da bu hərəkətə dəstək verdilər. Dəstək vermişlər. Bəli, vaxt siz məsələn gəlib stadionda bir mədəni iş görürsünüz və onlara başsağlığı deyirsiniz, o depremzədələrə. O da qarşılığında gəlir sənin haqqını savunur. Və bu çox önəmli bir məsələ. Toplumu danışmaq lazımdır. İranda olan milləti danışmaq lazımdır ki, sizin də bizə göndərdiyiniz bilgilərdə əgər mən baxa bilsəm, belə bir demək olar ki, bəllidir. İranda, yəni təbiətən Güney Azərbaycanda çox görsənir. 45% bu hashtagı vurublar və Türkiyədə ikinci sırada 23% və ən maraqlısı da Rusiyadır ki, təbiətən orada yenə Azərbaycanların etkisi var. 14% və Quzey Azərbaycan, Almaniya və Amerikada. Təbiətən bu İran toplumunun bu olaya, bu nicat-pərəstanə bir olan referensi və reaksiyasını göstərir. Ancaq o tərəfdə baxdığımızda da İranın hər hansı bir müxalifət ya müvafiqət siyasi güclərindən siz nələr gördünüz? İranın biz səssizlikdən başqa bu özlərinin opozisyon adlananlardan görmədik. Yəni məsələn siz baxsaz solçuları olsun, kommunist olsun, mücahid olsun, səltənət tələbi olsun, cumhuri xahı olsun, heç fərq eləməz. Biz bunlardan nə medialarından bir tepki görmədik. Əgər bunlar vaqəən Türk millətinin özlərinə həmvətən bilirlər, nədir olub ki, bu təhqirə, bu ihanətə ki 40 milyon Türkiyə olundu, səsləri çıxmadı.
biz görürük ki bu opozisyon özlərinin sözdə opozisyon olan təşkilatlar ki var, Cumhur İslamının sedası siması ilə nə fərqi var? Yəni mən heç yerdə görməmişəm ki, bir xəbərguzarları olsun, radyo televizyonları olsun ya rəsmi bəyaniyədə bu mövzunu məhkum eləmiş olurlar. Tam tərsinə gəlirlər. Siz görürsünüz ki, bir dənə əks götürürlər ki, traktorun bir havadarı bir daş atır, onu götürüb saxlayırlar. Görsədirlər ki, tam tərsinə ki, traktorun havadarları Perspolisə ihanət elədi, döydülər filan. Bəli, heç görmürlər ki, orada neçə min nəfər rahatcasına və heç qorxmadan gəlirlər 40 milyon Türkiyə əhanət eləyib və özlərinə layiq olduğu şüarları Türk millətinə nisbət verirlər. Aydındır. Biz bu arada çalışmışıq ki, başqa siyasi aktivistlərin və Azərbaycan Milli Hərəkətində olan insanlarımızın müxtəlif zaviyələrdən fikirlərini öyrənək. Sayın Taymaz bəy Urmulu bəyin bizə göndərdiyi fikrini əgər bərabər dinləyək və eşidək. Dəyərli dostlar və həmvətənlər, bildiyiniz kimi keçən günlərdə yenə də mükərrərən neçə dəfələrdən sonra Tehran şəhərində Azadi stadionunda traktor və Perspolis takımlarının müsabiqəsində bir saat yarım necə ki televizyondan da canlı olaraq pəxş olundu, Türk millətinə və Azərbaycanlılara təhqirlər və tohinlər yağdı. Hətta bir klip də düzəldib bu təhqiri idamə verdilər. Hətta fiziki bərxurdular da oldu. Müntaha yenə də tıpkı məmul İran hökuməti və rəsmiləri heç bir təpiş göstərmədilər. Sonra da gəlib o 3-4 cavan kimi klipi düzəltmişlər. Onları tutmaya, kəsməyə, asmaya filan təhdid elədi. Əlbəttə, Azərbaycan millətinin də təpkisi çox mədəni olaraq Twitter'i yağmur və FIFA-ya namə yazmaq ilə oldu ki, çox doğru bir hərəkət idi. Bundan qabaq da dəfələrcə bizim millətimiz həm xiyabanlarda və həm stadionlarda haray mən Türkəmi səsləndirmişlər. Biz deyirik ki, bu işlər, bu təhqirlər, bu tohinlər sistematik bir hərəkətdir. Hökumət tərəfindən və qalib olan kültürün tərəfindən emal olunur. Bunun da şahidinə gerçək tərəfdir ki, bu hərəkət elə normal bir şeydir, ola bilər, məxsusən futbolda ola bilər. Amma mən şəxsən özüm dünyanın başqa bir nöqtəsində bu qədər faşisti hərəkətlər, bu qədər tərəfin kimliyinə, hüviyyətinə saldırmağı heç bir futbol meydanında görüb eşitməmişəm şəxsən. Əgər eşidənlər dostunda buyursalar, mən şəxsən sevinərəm ki, görəm bunun ayan misalın tayda var ya yox. Ancaq biz deyirik ki, bu sistematikdir, onlar deyirlər sistematik deyil. Amma siz baxsaz, görərsiniz ki, bütün sahələrdə bu əməliyyat təkrar olur. Bizləri, bütün fars olmayan millətləri məhəlli və qovmi adlandırırlar və onları fars hakimiyyətini, fars dilini, kültürünü, hər bir şeyi də ecəmən qılırlar və onu aparırlar İranlılıq və İraniyyət maskasının altında gizlətməyə çalışırlar. Ancaq bir daha önəmli bir məsələyə mən işarə edeyim. O da budur ki, İran kimi mozaik bir məmləkətdə müxtəlif kültürlər, müxtəlif fərhənglər və müxtəlif dinlər və nəcatlar olan bir məmləkətdə sistematik olaraq mədrəsələrdə bu təfavütləri göstərmək lazımdır. Təfavütləri əvvəllikdən, uşaqlıqdan demək və bu təfavütləri ilə nə cür bərxurd eləməyi
öyrətmək lazımdır. Bunun öyrəşiminə ilk qədəm nə budur ki, bir fərhəngi, bir dini, bir insanı, bir kültürü gətirib rəsmiylətəndə o birilər otomatik olaraq qeyri-rəsmi olurlar və ona mənsub insanlar rəsmiyyətlərin və sayğınlıqların əldən verilir. Biz bunu görürük, məsələn, Afrika Cənubi dilində 7 dənə rəsmi dil var. Qulağımızın dibində Ərəqdə 2 dənə rəsmi dil var. Əfqanistanda 3 dənə rəsmi dil var. Hakeza biz, məsələn, Türkiyə kimi bir yerdə ki, çoxlu baskılar var idi kürdlərin üstündə, indi rəsmi olaraq 24 saatə onlarca kürdcə televizyon vardı. Amma biz elə dərcə vurmuşuq 100 il bundan qabaqda və get-gedə də vəziyyətimiz xarablaşır. Bu vəziyyət bu halətdəki gedir. Biz Azərbaycanın mərkəzini Təbriz nəzərdə alaraq nə qədər Təbrizdən uzaqlaşırıq şərqə tərəf, Ərdəbil qismətində köçlərə görə Zəncanda həm Baftı cəmiyyətini təğyir verməyə görə və həm kültürel təhacumun çoxluğuna görə görürük ki, assimilasyon daha çoxlaşır. Gəlirik Urmiya tərəflərini, orada da Kürd məsələsini görürük, ancaq orada Türkiyə ilə bir sərhəd olmağına görə və cəbhə olmağına görə və orada o Makudan ta Azərbaycanın ən cənub nöqtələrinə bizim şəhərlərimiz təhdid olmağına görə biraz daha türkçülük daha öndə gedir. Amma biz yenə baxırıq ki, Təbriz mərkəziyyətində bir daha da mərkəzi pan-İranisti düzəlibdir. Bu da dünənin büyünün işində elə Rza Şah zamanından vardı. Və bu assimilasyon və bu təhqir bizim içimizdə də var və bu Azəriha da bir ayrı göstərgəsidir, bu sistematik əməliyyatdır. Əlbəttə, bundan çox danışmaq olar, ancaq mən bir kiçik və qısa sürəcdə bu tablonu bir tərsim etməyə çalışdım. Dostlarımız Cəmaət Təşkilatında məndən istəmişlər ki, bu barədə söhbət edəyəm, ancaq bundan da çox söhbət eləməyə bu qısa zamanda yer yoxdur. İnşallah daha sonra yenə bu barədə söhbət edərik. Çox sağ olun, təşəkkür edirəm. Bəli, biz də Sayın Taymaz bəy Umumiyə təşəkkür edirik. Təbiətən söhbətlərindən çox bizim bəlkə cavabımıza yetişdiyimiz ki, nədən bu olay, bu referens Türkiyədə gördük ya İranda niyə görülmədi? Eğitim sisteminə uşaqlıqdan işarə vurdular və ən böyüyü də bəlkə bizi bir acı bir gerçəkdir. Çəngiz Aymatovun yazdığı Gün var əsrlər boyu Manqurt kitabından demək olar ki, bu açıq bir misal gətirmək olar ki, assimilə olmuş milləti öz əli ilə təhqir etməyə və ya əbzar etməyə çalışırlar və o gün də Tehranda olan bir olayın göstərgəsi budur ki, assimilə olan insanlarımızın əli ilə gətirirlər biz Azərbaycan millətinə, Türk millətinə təhqir və aşağı edici ifadələr və ya taktiklər istifadə edirlər. Sayın Sabir bəy, biz Twitter'ə özəlliklə baxdığımızda Sayın Taymaz bəy də vurğu yaptılar. Hansı məsələlər çox bol oldu, hansı məsələlər çox danışıldı və cəryanı fikri Twitter'də nə cür getdi? Twitter'də özəlliklə konular çox demək olar çeşidli idi, amma bu Fars opozisyonunun bu olaya karşı səssiz qalması bir məsələ idi ki, çox üstündə tweet vurulmuşdu. Bir bəhsi o tohinlərin sistematik olub öncədən planlaşması haqqında çox demək olar tweet vurulmuşdu və bu nə əldə edə bilirik bu hashtaglərlə, onun üstündə çox bəhs olunmuşdu. Bu demək olar ki,
bu əksəri tweetlər vurulmuşdu. Elə bu holi, bu mehvərləri ki, mən ərz elədim. Gördüyümüzdə, yəni sizin bizə göndərdiyiniz tweetlərə də baxırıq ki, təbiətən burada da yazılıb, yəni bu müsabiqədən öncə ya bu maçdan öncə buna işarə olunub ki, cəvi stadionda nəzr ola bilər və ya nə ittifaqlar ola bilər. Bu sizin dediyiniz kimi ki, hazırlayırlar. Aynı zamanda təbiətən söhbətlər gedir ki, olursa nələr bizi gözləyir. Baxmayaraq ki, burada traktor tərəfdarının ya Azərbaycanlılarının verdiyi mesaj, yəni içində, yəni o maçın ilk öncələrində, başlanğıc saatlarında ki, bir insani zəlzələ olmuş məntəqəyə insani mesaj göndərir. Bunun planləşdirmə, yəni bunun ortaya bu olayın ya failin bu olayı, traktorun bu insani tərəfdarın insani davranışını kölgəyə salmaya sanki bir cəhd var. Düzdür, özürdür. Siz baxın, bunlar bilirlər ki, traktorun hər oyununda bir mədəni şüarlar verilir. Olsun kadınların haqqı, olsun siyasi zindanların və bunu bilirdilər ki, traktor bu depremə səssiz qalmayıb, Türkiyəlilərə başsağlığı deyəcək və bunu öncədən planlamışdılar ki, buna qarşı gəlib yenə fəzanı məsmum eləyib, nicatpərəstanə, rasisti şüarların verib, yenə traktoru Beqol Məruf bu şüarların haşiyə aparalar ki və maalesef də başardılar. Doğru. Siz tweetdə baxsaz, ələn bu Türkiyəyə ki, başsağlığı deyilmişdi. Bu özü çox ilgi çəkdi. Sizin 50 milyon kanalda da yaymışdınız. Demək olar bütün qazetələr, bütün radyo, televizyon, dövləti olsun, xüsusi olsun, Türkiyədə bu konunu vurğulayıb üstündə söhbət eləmişdilər. Özəlliklə Anatolu Bəxşi Farsisi bunu yaymışdı ki, mən tweetini gördüm. Və hətta Sinan Oğan ki, parlamenda nəmayəndədir. Evet, geçmiş nümayəndəsidir ben. O bölgənin. Evet, geçmiş nümayəndəsi, bəli, dəqiqən. Onu yaymışdı ki, bu da çox ilgi çəkdi. Aydındır. Təbiətən biz görürük ki, burada da ərəbcə olan tweetlər də var. Ərəb dilində yazılmışlar və demək olar ki, bu İranda olan ya Əl-Əhvaz bölgəsində də maraqlar qazanır. Ən maraqlısı Ehsan Hüseynzadə tweetidir ki, deyir ki, baxmayaraq ki, sizin dediyiniz kimi əgər tweetini görə bilsək, baxmayaraq ki, bu nicatpərəstanə olay olur, ancaq bu opozisyon tərəfindən də heç bir səs və heç bir etiraz buna qarşı heç bir səs və etiraz çıxmır. Sayın Əfşar bəy Əbbasi də yazmışlar bu haqda ki, təbiətən tweetinin anlamı bu olur ki, əgər bu 100 ildə İranın içərisində bir həqqaniyyət və ədalətdən millətlər haqqında bir olay olsaydı, bu gün bu tweet ya bu Twitterdə dünyada, yəni FIFA-ya, Futbol Federasyonuna yox, bəlkə İranın içində olan orqanları xitab aladılar və bu da çox maraqlıdır. Demək olar ki, burada Azərbaycan Milli Hərəkətində özəlliklə biz sosial medianın bir çox başqa bölümlərdən, yəni təbiətən İranda bir çox sosial media izləyicisi var, ya istifadə edəni var. İranın öz verdiyinin, yəni o vəzir irtibatatının verdiyinin öz amarına görə 50 milyona yaxın sosial media və ya sosial internetə ulaşılan insan var. Təbiətən İran toplumun biz nəzərdə alanda bunun bir çox böyüyü Azərbaycan millətinə aid olur. Ancaq gərəkən fəaliyyət, gərəkən aktivist, yəni o sosial mediada Azərbaycanlıların tərəfindən mənim öz görüşümə görə olunmur. Bunun da bəlkə bir çox ictimai və siyasi nədənləri var. Ancaq bu olayda gördüyümüz budur ki, bu həm məsələ Twitterdə ya sosial mediada yayınlandığında aynı zamanda da bir neçə gün ondan sonra traktor tərəfdarlarının Təbrizdə marağını qazanır və bu məsələ orada da inkas tapır və gördüyümüz əksizlərdə də ki, o FIFA-ya istəklərini, FIFA-ya müxatəb almaqlarını görürük.
Bəli, elə o cür sizə ərz elədim, bizim heç vaxt tepkimiz bu rasistli şüarlara rasistli şüarından qarşılıq verməmişik. Heç vaxt tohinlərinə tohin eləməmişik və gördünüz ki, Zobahənin oyunu da ki, oldu Təbrizdə. Çox modern şəklində, mütəməddinanə şəklində heç qovmiyyətə, heç millətə də tohin eləmədən plakatlar aldılar və bu tohinləri məhkum eləyib FIFA-ya səsləndilər. Bu çox önəmli bir məsələdir. Nədən FIFA? Nədən federasyon yox? Nədən vizarəti vərziş yox? Bu bizim bunu göstərir bizə ki, millət bu ağahı dərəcəsinə yetişib ki, bu hakimiyyət aynı şahənşahı hakimiyyət kimin Türkün düşmanıdır. Yəni bunların rasizmi deyəndə bu bir sistematik bir hərəkətdir. Fəqət baxmayaq ki, stadionda 4 dənə cavan gəlib şüar verir. Xeyr, bu 4 dənə cavanın qorxusu yoxdur ki, gəlib nicatpərəstanə şüar verir vərzişgahdan. Nədən? Çünki güvənir sistemə. Bilir ki, bu sistem, Cumhur İslamının sistemi bir sistemdir ki, heç vaxt bunu sorguya çəkməyəcək ki, sən niyə şüar verdin. Bu sistematik demək olar rasisti hərəkət olduğu üçün, dövlət bunu poştibanı elədiyi üçün Azərbaycan milləti bunu beqol məruf dərk eləyir və bu səthi ağahiyə yetişib ki, faydası yoxdur. Əgər federasyona da müxatəb qərar versə, şüar versə, əslən gedib qabağında təzahürat eləsə, səsi bir yerə çıxmayacaq. Çünki bunu planlayan bərnaməsini tökən xodu federasyondur, xodu vizarət vərzişdir, Seda Simadır. Bunun üçün millət təslim tutdular ki, FIFA-ya səslənələr və bunu da çox da böyük ilgi çəkdi. Siz işarə elədiyiniz kimin çoxlu xəbərnigarlar, hətta ərəb xəbərnigarlar hala Türkiyənin mediaların qoysaq qırağa, ərəb medialarda da çox önlü xəbərnigarlar vardı. Nəvafos Seyyedi belə oxuyamıram adı. Tweet vurdu ki, bir dənə məruf Ərəbistanlı xəbərnigardır ki, minlərcə dərvaqa izləyəni vardı, minlərcə adamlar var ki, Twitter'in follow eləyirlər. Doğrudur. Aynı zamanda tweet'i də ekranda görüşür. Düzdür. Çox, bir dənə ancaq ən son sualımız olacaq sizdən. Bu hərəkət nə qədər başarılı ola bildi? Bəlkə həm sosial mediada, yəni fəzai məcazdə, həm gerçək meydanda ki, aynı zamanda sosial mediada organizə olur, ya başlanır, fikri düşülür və bir neçə gündən sonra meydanda görüb traktor tərəfdarlar buna dəstək verirlər. Bəli. Bunun bir dənə tweet yollamışdım mən sizə. Çox bu ilgimi çəkdi. Yazmışdı ki, bu demək olar hashtag ki vurduq, bunun heç buna faydası da olmasa ki var idi. Həm FIFA səsimizi eşidib, həm dünyaya səsimizi çatdırmışıq, həm bu pəyamı vermişik, bu pəyamı vermişik ki, bizim mübarizəmiz tohinə qarşı tohin eləmək deyil. Bizim tam tərsinə bir mədəni, bir demokratik dərvaqa mübarizəmiz vardı. Bu pəyamı biz vermişik, bunlar bizim dəstəvərdimizdir, amma bunları da heç nəzərdə almasaq, yenə həddəqəl budur ki, demokrasini gəlib təmrin eləmişik, işbirliği yapmağı təmrin eləmişik, taavunu, həmkarlığı təmrin eləmişik və bunu başarmışıq ki, biz əlarəğmi bugünkü ixtilaflarımız ola bilər, çeşitli fikirlərimiz ola bilər, amma bunları vaxt Azərbaycanın hoviyyəti, Azərbaycanın mənafəsi söz konusu oldu. Bütün bu ixtilafları, bu fikirlərimizin çeşitli olmağı, təfavütlü olmasını qoyuruq qırağa və bir-birimizlə müttəhid olub Azərbaycanın haqqını savunuruq. Aydındır. Sizin buyurduğunuz hashtagdə xanım Süheyla Kargər xanım vurublar ki, təbiətən bunun əgər bir sonucu olmasa da bizim birləşməmizi və ən çox demək olar pis yönü budur ki, səssiz qalmamışıq buna. Çox sağ olun Sabir bəy. Biz sizə təşəkkür edirik bizə vaxt ayırdığınız üçün və bu məsələdə. Ümidimiz var ki, gələcək proqramlarda sizdən daha çox eşidək. Ən son söhbətlərinizi buyurun.
Mən icazə versəz bir dənə tweet haqqında istirdim danışam. Bir dənə şüar ki var idi. Buyurun. Həmişə də verilir. Azərbaycan var olsun, istəməyən kör olsun. Burada bir tweet vurulmuşdu ki, bunu xahiş eləmişdi ki, bu şüar biraz değişilsin. Çünki bu tweetdə yazmışdı ki, bir dənə yoldaşlarından ki, görmək nemətindən məhrumdur, vərzişgaha getmişdi və bu şüarı eşidib çoxlu narahat olmuşdu. Biz toplumda yaşayırıq, hər cür adam var. Aydındır. Mümkündür məmnuniyyəti cismisi ola və bu xahiş eləmişdi ki, bu şüar değişilsin, Azərbaycan var olsun, istəməyən xar olsun. Ya buna bənzər bir şüarlar verilsə çox məncə mədəni və çox gözəl bir tweet idi bu. Təbiətən traktor tərəfdarlığının etdiyi o yeniliklər və buna o qapsaya bilər və təbiətən bu traktor tərəfdarının düşünməsi lazımdır ki, bu haqda nələr etdiyə bilər. Çox sağ olun Sayın Sabir Bəzəmani, sizə bir daha təşəkkür edirəm. Dəyərli izləyicilər, çox sağ olun ki, bizi diqqətlə və səbirlə izlədiniz və dinlədiniz. Bir daha sizə təşəkkür edirik. Ancaq bir neçə nüktə var ki, onları sizinlə paylaşmamız gərəkir. Təbiətən hər proqramda, bizim hər proqramımıza çıxan və söhbət edən, terminumuzu istifadə edən insanlarımız öz fikirlərini, öz düşüncələrini paylaşırlar və bu da bizə yaraşan, Azərbaycan millətinə yaraşan bir düşüncədir. Bizim hər nə qədər də aramızda ixtilafımız olsa, hər nə qədər də düşüncə dəyişikliyimiz olsa, düşüncə fərqliyimiz olsa, bu bizim milli hərəkətə, Azərbaycan siyasi hərəkətlərinin bir gücüdür. Yəni, bu bir negativ ya mənfi bir puan deyil, tam tərsinə Azərbaycan milli hərəkətinin gücüdür və biz bu proqramlarımızda, bu yayınlarımızda çalışacaq ki, dəyişik fikirlərin, dəyişik insanlarımız bizim qonağımız olsun, onların fikirlərini eşidək, bir-birimizlə demokrasini, bir-birimizlə yanımızda oturmayı, söhbət etməyi təmin edək. Və bu təmrin də təbiətən bizim gönül verdiyimiz, bizim ona bəlkə bir çox insanımızın ömür verdiyini, bir çox insanların bugün 50-dən fazla Güney Azərbaycan içində olan siyasi aktivistlərimiz, Azərbaycan milli hərəkətinin aktivistlərinin zindanlarda olmasının müqəddəs yolunun ardıdır və onun güclənməsinə təbiətən bu insanların, bu fikirlərin bir-birinin yanında oturması, söhbət etməsini, onun güclənməsinə nədən olacaq və ən son faydası da, ən son aşamada da millətimizə və Azərbaycanımıza gələcək. Və bir daha sizə təşəkkür edirik ki, bizə vaxt ayırdığınız üçün, bizi dinlədiyiniz üçün sağ və səlamət qalın.